Bax, mən uşaqlarda immun sistemi yaxşı saxlamaq üçün bir neçə üsulları sizə deyirəm inşallah. Baxın. Yaxşı olar ki, hər axşam uşaqlarınıza bir dənə balaca ölçülü banan, böyükdürsə yarısını götürürsünüz. Bir uşaq üçün deyirəm. Bir dənə balaca ölçülü banan, 1 stəkan süd, 2 xörək qaşığı yulaf, 2 xörək qaşığı deməli bura qoz, 1 xörək qaşığı bal və 1 xörək qaşığı tahin. Bunların hamısını qarışdırırsınız, qəşəng bir dənə kokteyl düzəldirsiniz. Çox gözəl kokteyl olur. Uşaqlar da çox sevir. Yaxşı imkanınız varsa bunu düzəldin. Bu bir. Sonra ikincisi, gözəl məzunlar var uşaqlar üçün. Bax, indi mən məzunların birinin tərkibini deyəcəm inşallah. İmkan varsa bunu düzəltdirin, bunu verin uşaqlar yesin. Bir uşaq üçün dozanı deyirəm. Deməli, 100 qram çiçək tozu, 50 qram güləm götürürsünüz. 30 qram biyan kökü götürürsünüz. Deməli, 30 qram biyan kökü, 50 qram çiçək tozu, 100 qram çiçək tozu, 50 qram güləm və 750 qram bal. Bunların hamısını bir-birinə qarışdırırsınız. Uşaq gündə 3 dəfə, yeməkdən yarım saat əvvəl bundan 1 çay qaşığı yeyir. Gözəl dadı da var. Belə çox xoşagəlim dadı var. Yəni uşaq da bunu rahatlığına yeyəcək. Bu immun sistemi artırmaq üçün ikinci reseptdir. Bunu da eləyə bilərsiniz uşaqlarınıza.